Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve tabibi nufusina Abil Qasimi Mustafa Muhammed ve ala ehli beytihi tayyibin tahirin el-ma'sumin la siyema bagiyatillah fil aradin mevlana sahibel asr ve zaman. Kâle Allah fi kitabihil kerim: Ela bi zikrillah tetmainnul kulub. Sadaqallahul aliyyul azim. Salam əziz və möhtərəm müsəlmanlar. Bugünkü mövzumuz insanların yaşayışında, insanların həyatında narahatçılığa səbəb olan 3 dənə əsas amil haqqında olacaq. Yəni biz insanlar bəzən mənasız yerə öz zehnimizi məşğul edirik və narahat edirik. Nəticədə bir çox işlərimiz mənasızcasına yarımçıq qalır. Yəni biz həyatımızda bəzən lazım olmayan həddə və lazım olmayan bir şeylər üçün nigaran oluruq, narahat oluruq. Bu narahatçılıq da səbəb olur ki, insanın həm Allahla olan irtibatında problem yaransın. İnsan normal şəkildə oturub namaz qıla bilmir, fikir zehni yaygın olur və eyni zamanda insanın iqtisadi işlərinə də bu mənfi düşüncələr, narahatçılıqlar təsir edir. İnsan rahat olmayanda, insan əgər zehni məşğul olsa, rahat olmasa, bir çox işləri bir-birinə dəyər insanın. Sadəcə olaraq bir dənə misal vurum. Məsələn, insanın başı ağrıyır. Bu baş ağrısı əgər insanda davamlı şəkildə olsa, insanın yeməyi də, içməyi də normal şəkildə olmaz. İnsan narahat olar. İnsan ibadətində də rahat olmaz. Amma bəzən elə vasitələr, elə amillər insanın həyatına daxil olur ki, insan əgər onlara diqqət etsə, səbəblərə diqqət etsə, bir çox sıxıntıları, bir çox adını problem qoyduqları şeylər insanın həyatından uzaqlaşar. Və insan baxar ki, həqiqətən problem zənn etdiyim və mənim narahat olmağıma səbəb olan şeyin əslində kökü yox imiş. İnsan öz aləmində bu problemləri yaradır, yəni sün'i olaraq yaradır, qeyri-həqiqi olaraq yaradır və bu cürdə davam edir yaşamağa. Və zehin də məşğul olur və nigarançılıqlar ona tərəf gəlir. Ən birinci amil ki, ən birinci səbəb ki, insan özü öz həyatında onun vasitəsilə problem yaradır, yersiz müqayisədir. Yəni insan bəzən öz əlində olan nemətlərə baxmaq yerinə özünü başqaları ilə, başqalarının həyatı ilə müqayisə edir. Və əmin olmalıyıq ki, bu müqayisə insan nə qədər də çatsa, maddi və mənəvi olaraq, məqam olaraq o mərhələlərə yetişsə belə dünyada, yenə də bu, əgər insan özünün qəlbində, daxilində, zehnində müqayisə xəstəliyini öldürməsə, aradan aparmasa, bu müqayisə xəstəliyi insanın ömrünün sonuna qədər onunla bərabər yaşayacaq və insanın həyatını qaraldacaqdır. Məsələn, insan düşünür, filankəsin maşını var, mənim yoxdur. Filankəsin evi var, mənim məsələn bu həddə yoxdur. Filankəs filan məqama sahibidir, mən yox. Yəni, daimən özünü başqaları ilə müqayisə edir. İslam dini baxımından bu yanlış bir yanaşmadır. Hətta psixoloji cəhətdən baxsaq belə, psixoloqlar da bunun təkidlə deyirlər ki, insan özünü başqaları ilə müqayisə etməli deyil. Əlbəttə, burada bir nüans var. İnsan müqayisə əgər edib məqsədi bu ola ki, mən də çalışım, o mərhələlərə çatım, amma çalışır. Çalışmaq başqa, bunun bir eybi yoxdur. Amma bəzən insan çalışmır, sadəcə müqayisə edir və həsrət çəkir. Bu müqayisə etmək və həsrət çəkmək başqalarının yaşayışına, insanın həyatını qaraldır. Bunun əlac yolu nədir? Müalicə yolu nədir bu müqayisənin? Alimlər buyururlar ki, gərək insan Allahın ona verdiyi nemətlər haqqında düşünsün. Allah mənə nə verib? Sağlamlıq,
başqa nemətlər, maddi mənəvi nemətlər, elm, bu kimi şeylər haqqında. Yəni insanın ixtiyarında nə varsa da, insanın Allah tərəfindən ona verilən nemətləri insan qabağına qoysun, düşünsün və onların müqabilində Allaha insan şükür etsin. Əlbəttə, bəzən insanın zehninə sual gələ bilər ki, yaxşı, necə ola bilər Allah ədalətli deyilmi ki, zalim insanlar, zülm edən insanlar dünya sərvətinə sahibdir, amma yaxşı insanlar, Allahı qəbul edən insanlar, məsələn, maddi cəhətdən çətinlik çəkirlər. Bu sualın cavabı Quran-ı Kərimdə var, hədislərdə də var. Məsələn, Taha surəsinin 131-ci ayəsində ayənin məzmunudur. Allah buyurur ki, Peyğəmbərə buyurur bu ayəni, əlbəttə bizə çatdırmaq istəyir. Ayənin məzmunu budur ki, xülasəsi budur ki, ey Peyğəmbər, sən baxma ki, kafirlərin, müşriklərin əlində dünya sərvəti var. Ona baxıb narahat olma. Onu bil ki, onlara biz ki, qismət eləyirik maddiyyatı, onların başları qarışsın deyə, daha çox günaha aludə olsunlar deyə bunu vermişik onlara. Amma bil ki, ey Peyğəmbər və ey müminlər, bilin ki, axirət savabı, axirət məqamı, axirət yaşayışı qat-qat bu dünya yaşayışından çoxdur. Mən başda bir ayə oxudum. Allah Teala ayədə buyurur, ey insanlar, agah olun ki, yalnız Allahı yad etməklə insanların qəlbi aram olar. Yəni, biz öz yaşayışımızı başqalarının yaşayışı ilə müqayisə etmək yerinə iki iş görməliyik. Bir, əlimizdə olan nemətlərə baxıb Allaha şükür etməliyik və Allahı yada salmalıyıq. İkinci yol, daha doğrusu amil və səbəb ki, insanların həyatında zehni cəhətdən onlara sıxıntı yaradır, insanlara problem yaradır, insanlar təşviş içində olur, nigarançılıq içində olur. Budur ki, insan gələcəkdən qorxur. Məsələn, gələcəkdə nə baş verəcək? Filan işim gələcəkdə necə olacaq? Filan hadisənin sonu necə olacaq? Yəni, gələcək hələ gəlməyibdir, sanki gələcəyi gətirir indiki hala və başlayır gələcəkdə hələ baş verməyən hadisə üçün narahat olmağa. Ona görə bizi alimlər də, imamlarımız da, peyğəmbərlər də həmişə buyururlar ki, gələcək haqqında düşünmə. Yəni, gələcək haqqında plan cız, amma gələcək haqqında narahat olma, çünki bəlli deyil. Həzrəti Əli əleyhissalamın gözəl bir İmam Əliyə nisbət verilən bir dənə hədisdə Həzrəti Əli buyurur ki, keçmiş haqqında düşünmə, artıq bitibdir. Keçmişdə nə olubdur, onu mümkündür geri qaytarmaq, artıq bitib. Gələcək haqqında da nigaran olma, narahat olma. Çünki bəlli deyil, sənin gələcək haqqında düşündüyün hər hansı bir şey və hadisə bəlli deyil, olacaqmı, olan deyilmi? Yəni, məchuldur gələcək. Nə qədər də biz analiz etsək, ehtimal versək də, gələcəkdə baş verən dəqiq bəlli deyil nə olacaqdır. Ona görə İmam Əli buyurur, gələcək üçündə nigaran olma. Davamında Həzrət Əli buyurur, ona görə də bu ikisinin arasında, keçmiş və gələcək arasında, hal-hazırdakı zamanda öhdəliyin nədir, vəzifən nədir, hansı işləri yerinə yetirməlisənsə də, o işləri yerinə yetir. Həmən işlərlə məşğul ol və zehnini keçmiş və gələcəklə məşğul edib özünü əziyyətə salma. Və üçüncü amil ki, bizim yaşayışımızda sıxıntı yaradır, zehnimizi məşğul edir, nigarançılıq yaradır. Bundan ibarətdir ki, insan yersiz gözləntiləri olur insanlardan, başqalarından. Yəni, insanın başqa insanlardan bəzən ola bilsə yerli gözlənti də ola bilər. Bu da ola bilər. Amma yenə də əsl gözlənti mənbəyi hər bir insan üçün Allah Taala olmalıdır. Biz gərək əsl gözləntimizi söykənəcək yerimiz yalnız Allah Taala olsun. Çünki insanlar naqisdir, insanlar unutqandır. İnsanlar bəzən nəfsinə uyandır. Bəzən insanlar sadəcə özünü düşünür. Yəni, hər bir insanın bu daxili bir meyldir ki, insan özünü islah etməsə həmişə özünü düşünür. Bir daha misal olaraq, sadəcə olaraq, biz sadə misal, məsələn, kollektiv şəkildə bir dənə foto çəkdiririk.
Elə bir insan varmı ki, özünə baxmadan qabaq başqalarına baxar şəkillə? Yəni o fotoya baxanda birinci başqalarına baxır və sonuncu özünə baxır. Mümkün deyil. Hər bir insan o foto çəkiləndən sonra ilk olaraq özünü axtarır. Görün mən hardayam və necə düşmüşəm fotoda. Buna görə də hər bir insan bunu anlamalıyıq ki, ilk olaraq özünü düşünür. Və biz də gərək başqalarına arxalanmaq, başqalarından intizarımız olmaq yerinə gərək Allah Taala'dan intizarımız olsun. Allahdan istəyək, Allahdan gözləntimiz olsun. Ona görə də bu 3 dənə amil yersiz müqayisə etmək başqalarından, gələcəkdən qorxu və eyni zamanda 3-cü amil ki, yersiz gözləntilər insanın həyatında qaranlıq səhnələr yaradır. İnsanın həyatına nigarançılıqlar, narahatçılıqlar yaradır. Bunların da həll yolu xülasə budur ki, insan sadəcə olaraq işlərini Allaha xatir yerinə yetirə, Allahı yada sala və əlində olan nemətləri haqqında düşünə. Plan cızsa da bayaq dediyim kimi, plan cızmaqda bir problem yoxdur. Plan cızsın və hərəkət etsin. Nail olsa nə yaxşı, olmasa da Allaha arxalansın və öz işinə davam etsin. Allah Taala ayədə buyurur, deməli İbrahim surasının 7-ci ayəsində buyurur: "Əgər şükr etsəz, mən sizə verdiyim nemətlərin sayını çoxaldaram. Yox, əgər naşükürlük etsəz, bilin ki, mənim əzabım çox şiddətlidir." Bu ayədən biz bunu başa düşürük ki, şükür etməklə Allah bizə verdiyi nemətləri çoxaldar. Naşükürlük etsək, hər zaman gözümüz başqalarının həyatında olsa, müqayisə etsək, gələcəkdən qorxsaq, bu hamısı naşükürlükdür da. Allaha arxalanmamaqdır, Allaha sığınmamaqdır ki, nəticəsi naşükürlükdən tamamlanır. Əgər naşükürlük etsəz, bilin ki, mənim əzabım şiddətlidir. Və başqa bir ayədə buyurur, hər kim, Allah Taala buyurur bizə, hər kim məni yad etməkdən qəflətdə olsa, hər kim məni yadına salmasa, bilsin ki, mən ona həyatda çox sıxıntılı yaşayış bəxş edərəm. Yəni onun yaşayışı, Allahı unudan şəxsin yaşayışı sıxıntı içərisində olar. Axirətdə isə biz onu, qiyamətdə isə onu kör olaraq dirildərik. Yəni o dirilər, amma kör olar. Ona görə də bütün problemlərin, bu 3 dənə saydığımız kök bunlardır. Yəni sıxıntıların, problemlərin, bir çox sıxıntıların təbii ki, əsas kökü 3 dənə amildir. Müqayisə etmək, öz yaşayışımızı başqaları yaşayışı ilə müqayisə etmək və yerimizdə oturub hərəkət etməmək. İkinci, gələcəkdən qorxub, insan qorxa görən gələcəkdə nə baş verəcək. Olmamış hadisə üçün insan nigaran olar. Və üçüncü, yersiz gözləntilər, başqalarından yersiz gözləntilər. Bu 3 dənə amili insan əgər zehnində canlandırsa və bu 3 dənə amildən, 3 dənə əməllərdən uzaq dursa, müqayisə etməsə öz yaşayışını başqaları ilə, gələcək üçün qorxmasa, Allaha arxalansa və insanlara yox, Allaha sığınaraq Allahdan gözləntisi olsa, insanların həyatında bir çox sıxıntılar öz həllini tapar. Allah Taala bizə yar və yardımcı olsun. İnşallah bu 3 dənə mühüm amilə diqqət edək və yaşayışımızda çalışaq, bunlara diqqət edərək əməl etmiş olaq, bunlardan uzaq duraq. Assalamu aleykum və rahmetullahi və barakatuhu.